Mən bunu belə açıqlaya bilərdim. Əvvəllər evimizi oğrulardan qorumaq üçün qapıları bağlamaq, pəncərələri bağlamaq, açarları gizlətmək təhlükəsizlik idisə, indi bank hesablarımız, sosial media hesablarımız və başqa xidmətlərə girişlərimiz də kiber təhlükəsizliyin bir parçasıdır. Kiber təhlükəsizlik çox vaxt kompüterlərə antivirus qoymaq kimi düşünülsə də, amma bu mövzu daha genişdir. Bu rəqəmsal həyatımızın təhlükəsizliyidir. Məsələn, bank hesabımız, dövlət xidmətlərinə girişlərimiz, sosial media hesablarımız və sairən bunların hamısı kiber təhlükəsizliklə əlaqəlidir. Hətta və hətta ölkənin kritik infrastrukturları kiber təhlükəsizlik ilə əlaqəlidir. Mən bunu belə açıqlaya bilərdim. Əvvəllər evimizi oğrulardan qorumaq üçün qapıları bağlamaq, pəncərələri bağlamaq, açarları gizlətmək təhlükəsizlik idisə, indi bank hesablarımız, sosial media hesablarımız və başqa kritik xidmətlərə girişlərimiz də kiber təhlükəsizliyin bir parçasıdır. Gündəlik səviyyədə individual insanların kiber cinayətlərə qurban olmaması üçün atdığı addımlar var. Bilməliyik ki, kiber cinayətkarlar kompüterləri yox, əsas insanları hədəf alır və onların duyğularını, onların tamahlarını, onların tələskinliyini dən istifadə edir. Misal üçün nə deyə bilərik? Tutaq ki, bağlamanız qalıb gömrükdə ya da ki, kartınız bloklanıb, Instagram hesabınız təhlükə altındadır. Bu linkə klikləyin və onu aktivləşdirin. Çünki insanları tələsdirirlər ki, insanlar oturub düşünməsinlər. Azərbaycanda əsas risklərdən biri saxta domenlərdir və misal üçün rəsmi domenlərə oxşar domenlər hazırlayırlar. Biraz hərf dəyişikliyi edirlər. Misal üçün O hərfi yerinə 0 yazırlar, tre qoyurlar. Ondan sonra fərqli domenlərdən misal üçün tutaq ki, Asan xidmətin domeni gov.az-dırsa, bunlar gov.com-dan alırlar və insanları belə aldadırlar. Bir neçə hücum vektoru var. Bunlardan əsası phishingdir. Phishing e-mail vasitəsilə zərərli proqram göndərməkdir. Ondan sonra smishing olur. Smishing isə mesaj ilə zərərli link proqram göndərməkdir. Daha sonrası isə vishingdir. Vishing isə zəng vasitəsilə zərərli proqramlar göndərməkdir. Sonra brand impersonation dediyimiz fərqli brendlərin adından əlaqə saxlamaqdır və s. Bunlardan qorunmaq üçün fərqli strategiyalar var. Mən bunu bir neçə addımda açıqlamağa çalışacağam. Birincisi odur ki, eyni şifrəni fərqli xidmətlər üçün istifadə etməmək lazımdır. Misal üçün Instagram şifrəni Gmail-ə, ondan sonra dövlət xidmətlərinə girişə istifadə etməmək lazımdır. Çünki əgər bu şifrələrdən biri sızıbsa, threat actor dediyimiz hücumçular həmin şifrəni sizin fərqli xidmətlərinizdə yoxlayır. Elə fikirləşmək olar ki, misal üçün bir açar tapır, oğru bir açar tapır, o açarı fərqli otaqların qapılarında yoxlamağa çalışır ki, böyük ehtimal bir qapını açar, digər qapını da açacaq. Bunun qarşısını almaq üçün password menecerlərdən istifadə etmək lazımdır. Password menecerlər sizin üçün daha kompleks passwordlar yaradır, onları yaddaşda saxlayır və siz əgər bir şifrəniz kompromisə uğrayıbsa, bu digər hesablarınıza onlara girişi əldə
etməklərinin qarşısını alacaqlar. İkinci isə çox mərhələli ya da 2 mərhələli təsdiq olunma metodudur. Yəni sizin şifrəniz ilə paralel ikinci ya da daha üçüncü təsdiq olunma metodologiyasından istifadə olunur. Bunu e-maillərinizdə, Instagram hesablarınızda, bank hesablarınızda, dövlət xidmətlərinə girişlərində və başqa xidmətlərə girişlərində istifadə edə bilərsiniz. Çünki əgər bir şifrə ələ keçibsə, kimsə sizin şifrənizi əldə edibsə, o həmin kompüterdə girəndə bu platformanın özü biləcək ki, təzə yerdən, təzə kompüterdən giriş olunub və sizə e-mailinizə ya da telefonunuza mesaj gələcək ki, bu təsdiq kodunu girin. Üçüncü isə linkə yox, mənbəyə baxmaq lazımdır. Sizə gələn mesajlar, zənglər çox inandırıcı görünə bilər. Tutaq ki, bankdan gəlib ki, sizin bank hesabınızda problem var. Bunun üçün bank tətbiqinə giriş edin, ya da ki, brauzerdan bankın xidmətinə giriş etməyə çalışın. Əgər doğrudan da həmin problem aktualdırsa, gerçəkdirsə, siz bank hesabına girişdə onsuz da o problemlə yenə üzləşəcəksiniz. Bu insanlar biraz əvvəl də ifadə etdiyim kimi daha çox tələsdirməyə yönəlik olur, ya da ki, deyir ki, tələsin, bu fürsət ancaq sizədir. Belə bir məsəl üçün dövlət proqramı var və bu dövlət proqramları pul verir insanlara. Yəni insanların tamahından daha çox istifadə edirlər, qorxularından istifadə edirlər, duyğularından istifadə edirlər. Dördüncüsü isə telefon və digər elektronik cihazları yeniləmək, güncəlləmək lazımdır. Bu o demək deyil ki, yeni telefon almaq lazımdır. Sadəcə oradakı tətbiqləri patching dediyimiz kiber təhlükəsizlikdə patching dediyimiz mexanizm vasitəsilə update, güncəlləmək lazımdır. Çünki kiber cinayətkarlar çox vaxt sizin kompüterinizdəki köhnə proqramlardakı zəifliklərdən istifadə edirlər. O proqram tətbiqlərindəki güncəllənməmiş zəifliklərdən istifadə edirlər və bunun da qabağını almaq üçün davamlı həmin tətbiqlərin rəsmi saytlarına göz gəzdirmək lazımdır ki, əgər update dediyimiz güncəlləmə varmı? Varsa onu dərhal güncəlləmək lazımdır. Beşinci isə sosial medialarınızda həddindən artıq çox informasiya paylaşmaq lazım deyil. Misal üçün səyahət planlarınız ya da ki, hansısa şirkətdə işləyən bir əməkdaş o şirkətin istifadə etdiyi servislər paylaşanda kiber cinayətkarlar başlayır onları araşdırmağa. Məsəl üçün deyir ki, CV-nizə baxılıb, iş təklifləri var ya da ki, xaricdə belə iş fürsətləri var, iş vizası fürsətləri var. Bunları toplayır və sizə bir ssenari, inandırıcı bir ssenari yazır. Hətta kiber təhlükəsizlikdə belə bir mövzu var. Dumpster diving deyirlər. Dumpster diving odur ki, kiber cinayətkarlar gəlir, sizin evinizin qabağındakı zibili hər gün eşələyir. Ora atdığınız sənədləri baxır. Misal üçün xəstəxanadan gəlir ya da ki, bir dərman almısınız, onun resitini atmısınız. Kiber hücumçu gəlir, o resitə baxır ki, məsəl üçün bu adamın tutaq ki, asması var ya da şəkər xəstəliyi var. Onun üzərində ssenariyo qurur və sizə zəng vurur, deyir ki, bu xəstəxananın tutaq ki, şəkər xəstəliyi kafedrasından, bölməsindən zəng vururuq. Belə bir dərman gəlib, xaricdən çox ucuzdur və bunu almağı tövsiyə edirik. Ona görə də mən həmişə dostlarıma, tanışlarıma deyirəm ki, heç vaxt sizin PII dediyimiz personally identifiable information, yəni ki, adınız, familiyanızla bərabər başqa bir informasiya mövcuddursa həmin kağızda, tutaq ki, adres, hesab nömrəsi, onları heç vaxt zibilə atmaq lazım deyil. Onları shredder dediyimiz mexanizma ilə parçalamaq ya da yandırmaq. Belə bir yolla siz özünüz haqqında informasiyaları başqası ilə, yəni hətta başqası ilə, yəni əsasən kiber cinayətkarla bölüşməyərək özünüzü hədəfdən yayındıra bilərsiniz.
Altıncı isə ehtiyat nüsxə saxlamaq, backup dediyimiz ehtiyat nüsxə saxlamaq. Bu onun üçün önəmlidir ki, ransomware hadisələrində, yəni ki, ransomware odur ki, kiber cinayətkar gəlir sizin fayllarınıza, datanıza şifrələyir, encryption dediyimiz yolla şifrələmə edir və sizdən bunun müqabilində pul istəyir. Əgər sizin backup'ınız, yəni ki, onların nüsxəsi, əlavə nüsxəsi yoxdursa, bu sizi daha da qorxuda bilər. Amma ki, əlavə nüsxəniz varsa, siz rahat ola bilərsiniz. Ona görə də ki, bu ehtiyat nüsxə çox önəmlidir. Ehtiyat nüsxədə cloudda, bulut hesabında ola bilər, ya da ki, əlavə storage dediyimiz, external storage dediyimiz hard diskdə ola bilər. Amma unutmamaq lazımdır ki, bunları da şifrələmək lazımdır ki, bunları da ələ keçirilməsin. 7-ci isə problem olanda utanmamaq lazımdır. Çünki kiber cinayətin qurbanı olmaq ayıb deyil. Tutaq ki, bank hesabınızda problem varsa, bankınızdan pul çəkilibsə, banka zəng vurmaq lazımdır. Instagram hesabınızda problem varsa və bir e-mail gəlirsə ki, ya da mesaj gəlirsə ki, Instagram hesabınızda problem var, Instagramın öz güvənlik, təhlükəsizlik bölümündə buna baxmaq lazımdır. Ona görə də ki, əgər başınıza bir iş gəlirsə, bunu iş gəlib, amma bundan sonraki prosedur daha çox önəmlidir. Bunları daha xülasəsini desək, kiber təhlükəsizlik kompüteri sındırmırlar, daha çox insanı aldadırlar. İnsanlar ən zəif nöqtədir. Onlarda da ki, əgər o tələsdirirlərsə sizi, bu qırmızı bayraqdır. Bunu oturub düşünmək lazımdır ki, bu gerçəkmi yoxsa deyilmi?